Yenidən salam. Bu günün mövzusu əgər Çanaqqala müharibəsi qazanılmasaydı. Öncəliklə onu qeyd edeyim ki, əvvəlki Birinci Dünya müharibəsi videomda qeyd edəcəyim kimi, bu Çanaqqala müharibəsinin ona görə baş vermişdi ki, həm Rusiya Qara dənizi açmaq istəyirdi, həm də ki, Rusiya imperiyasına kömək lazım idi. Yəni onlar biraz tükənmişdilər müharibə sırasında, çünki Almanlar da bir tərəfdən onlara qalib gəlirdi. Və həm də ki 1917-ci ildə artıq Bolşevik üsyana başlayacaqdı bunlardan sonra. Onun üçün də Rus imperiyasına kömək lazım idi. Bunu da görən İngilislər Rus imperiyasına kömək göndərmək istəmişdi. Əgər kömək göndərə bilsəydi, daha çox müharibə qazanılacaqdı, yəni daha tez qazanılacaqdı müharibə. Müharibə hətta 1915-də falan qurtara bilərdi. 1914, 1915 bir bu qədər ola bilərdi və yaxud da ki 1916-da bitə bilərdi. Amerika heç müharibəyə daxil olmaya bilərdi. Rusiya gedəndən sonra, Bolşevik üsyanı baş verəndən sonra onlar gelmişlər və Almaniya bu tərəfdən qazanmışdı. Sonra fikirləşir ki, Amerikaya yəqin ki müharibəyə daxil olacaq. Onun üçün də ki, İngiltərə, Meksikaya məşhur göndərir ki, Amerikaya müharibə elan edilsin. Birinci Dünya müharibəsi mediasında qeyd edilmişdir. Və bu məktubu yolda İngilislər tutur və asır. Ondan sonra da ki, Amerika əsəbləşir və müharibəyə daxil olur. O 2-ci Dünya müharibəsini başladan məlum adam əgər ölsəydi, bəlkə də daha tez ölə bilərdi. O radələrdə Rusiyanın Amerika hücum eləyəndə Almaniyada sıxılıb orada ola bilərdi. Yəni iki tərəfdən də müharibə edirlər, eynən 2-ci Dünya müharibəsində olduğu kimi. Bunun üçün də bəlkə də 2-ci Dünya müharibəsi baş verməyə bilərdi. İndi isə əsas mövzuya keçək. Osmanlı İmperiyasının vəziyyəti necə ola bilərdi? Mustafa Kemal Atatürk və yaxud da ki, əsir düşə bilərdi. 1% qasabalarda, o da ki, qasan adam deyil, çox vətənpərvər, yaxşı adamdır. Yəni Türkləri, yəni Türkiyə Cumhuriyyətini hələ o qurub. Osmanlı İmperiyası daha tez yenilə bilərdi. Hələ Birinci Dünya müharibəsində yox ola bilərdi. Necə? Onsuz da bu Trablusgarp müharibəsindən sonra bu zəhləmgemiş Lawrence'ın ərəbləri ayaqlandırmasından sonra Sarı Qamış hərəkatı olacaqdı. Bu Çanaqqala müharibəsindən sonra sonra Balkan müharibələri baş vermişdi. 1912, 1913, Trablusgarp 1915-ci illərdə baş vermişdi. Lawrence'ın əməliyyatı, ərəblərin hücumu da 1918-ə Səfər sırasında baş vermişdi. Yəni Birinci Dünya müharibəsində adamlar sıxılmışdı. Sarı Qamış əməliyyatında uduzulmasına rəğmən Osmanlı İmperiyasının əsgərləri orada donaraq şəhid olmuşdu. Bunun uduzulmasına rəğmən Rusiya İmperiyası dağıldı və Osmanlı İmperiyası erməniləri öldürdü. Getdi, apardı Nuri Paşa öndərliyində Gəncə və Bakı azad olundu ermənilərin əlindən. Əgər Rus İmperiyası olsaydı, ermənilərə daha çox kömək edə biləcəklər və bəlkə də bu alınmayacaqdı. Yəni həm Rus İmperiyasının, həm də ki, ermənilərinin müharibədə olacaqdı. Beləliklə də Osmanlı İmperiyası daha tez sıxılacaqdı, məhv olacaqdı, dağılacaqdı. Lakin bəlkə də Türkiyədə yaranmaya bilərdi. Yəni sadəcə hələ Osmanlı İmperiyası balaca bir vasal ölkə də ola bilərdi. Bir kino var idi, Osmanlı Cumhuriyyəti idi, nə idi adı? Orada Mustafa Kemal Atatürk ağaca qalxanda vəfat edir, düşür, vəfat edir. Ondan sonra isə Osmanlı Cumhuriyyəti vasal olaraq olur. Sağ olun. Bugün mövzusu bitdi. Bir də abunə olub like atarsanız sevinərəm. Sağ olun.